Bilirsiniz ki bütün Avropada, Amerikada mikroelementlərin, vitaminlərin istifadəsi həkim təyinatı olmadan apteklərdən yox, marketlərdən, ticarət mərkəzindən tədarük olunur. Birazdan bu bizdə də olacaq. Ancaq bəlkə Avropalılar bilirlər hansı şikayətə, hansı problemə, hansı vitamin, mineral daha yaxşıdır. Təəssüf ki, bizdə bu qədər də maariflənmə hələ yoxdur. Ona görə məsləhətim budur ki, bu videomu yaddaşda saxlayın. Çünki hansı şikayətə, hansı problemə, hansı vitamin, mineral daha yaxşıdır, onu deyəcəm. Dişlərinizdə karies var, sümükləriniz də çox ağrıyırsa, bunun səbəbi kalsium çatışmazlığıdır. Kalsium, vitamin D və üstəgəl K2 vitaminində olan birləşmə alsanız, bu daha yaxşıdır. Gecələr ayaqlarınızda iflic olmalar varsa, çox əsəbisinizsə və sinir sisteminiz alt-üstüsə, onda maqnezium için. Dəriniz qurudur və elə bilirsiniz ki, bədəninizdə heç su yoxdur, onda natrium çatışmazlığıdır. Hamı yaxşı bildiyi qan azlığı yaşayırsınızsa, ferrum, dəmir tərkibli dərmanlar qəbul edin. İmmunitetiniz aşağıdırsa, yaralarınız geç sağalırsa, dərinizin rəngi pisləşib, sızanaqlar varsa, hələ üstəlik Hashimoto tiroiditiniz varsa, sink, selen tərkibli dərmanlardan istifadə edin.